Salam sənətkar, yorulmayasan. Aleyküm. İşin avan da olsun. Hoş geldin. İşini göstərə bilərsən? Gel. Gəlim də. Bak. 25. Niyə görə kənardan çəkirəm? 25. Keçən səfər qardaşlar deyirdi metrə divara düşmür. Baxın. Sənətkarın tələbəsi sənətkar olar. Baxın, belə də düz lazerdə, belə də lazerdə metrəni də gördünüz. Deməli qardaşlar, bu nə üçün? Orada bəzi qardaşlar sual verirlər ki, bu turba nə üçündür? Sənətkar, zəhmət olmasa turbanı aç. Bu müvəqqəti şablondur bu turba. Nə üçün şablondur? Bura qoyduğumuz bu rekor, bu fitting. Bura qoyduğumuz bu rekor əvvəlcədən yerinə düz qoyulmalıdır. Ona görə 50 santlıq turba ilə bunu urvinə, lazerə qoymaq lazımdır ki, kafeldən sonra əl duşunun bura bağlantısı, kafeldən sonra əgər burada 2 milli, 3 milli əyri olarsa, əl duşun bura bağlayanda bu ya baş aşağı durur, ya o tərəfə, ya yuxarı durur. Oturaq boğazında da qalpaq olur, qalpaq kafelə yaxşı oturmur. Ona görə əyri görsənir. Həmçinin də ki, o duşda, bura necə lazerdə urvində idisə, orada eyni həmçinin lazerdə urvindədir. Və sonra bu hissə. 48 yarım. Baxın, bu metrə divarda 48 yarım. Baxın. 48 yarım. Bax, gördünüz, bu gigiyenik duşun da bu divardan çıxışı, su çıxışı urvində, lazerdə. Çünki kafeldən sonra ora bağlantı bağlananda əyri görsənməsin deyə. Əhsən sənə sənətkar. Atalar necə deyib? Sənətkarın tələbəsi sənətkar olar. Həqiqətən də eşq olsun sənə. Yenə kimin nə sözü sualı olsa ətraflı çəkib məlumat verə bilərik. Çox sağ olun.